Bunu da hiç kalmayayım burada Vefa. Görsənmir deyirlər. Görsənmir. Tam səmimi danışırdım. Qaynaq elətdirdim. Saçım məhv oldu. Saçımı belə edirdim. Saçımı belə edirəm. Əlimdə gəlirdi. Çox xanımlar bilir, tozlar var. Hansı ki o tozları təxminən son 3 il idi və mən götürürdüm o tozlarla buraları bağlayırdım. Son 5 aydır başqa şampundan istifadə etmirəm. Ancaq bu şampundan istifadə edirəm. Bu serum saç çıxardı. Harada gördünüz boşluq var, həmin hissəyə bu qədər düz belə. Məndə indi burada qoydaq. Bax, bu hissələrə. Gündə 2 dəfə nəm saçlara bu serumdan vurursunuz. Bizə bu formada edirik. Bu da neyinir? Saçları uzadır, dolğunlaşdırır. Eləyəndən sonra burada bu D vitaminindən istifadə edirəm. Bilisiumda bir də C vitamini, hansı ki kollagenlə bərabər C vitamini istifadə etməyinizə mütləq hər gün bunları özünüz üçün rutin edin. Uşaq, ev, məktəb, hazırlıq, təmir. Bu gün bunu pişirim, o gün onu eləyim deyə biz özümüzə baxım etmirik. Son illər mən elə oldu. Güman edirəm ki, bu videoma sizə bir xeyri olacaq. Mən də araşdırdım, özüm öz başıma əncam çəkdim. Deyil. Yəni, bu qədər. Hələ. Özünə gəlir canım saçlarım. Baxın, burada özünüzü əzizləyin. Biz gözəlik, biz qəşəngik, biz möhtəşəmik deyin. Öpürəm.